Tradingdə bəzən əməliyyat açmamaq səni bazarda saxlayan əsas qərardır. Tradingə yeni başlayan, orta səviyyədə olan, hətta illərdir bazarda olan treyderların çoxunun ortaq bir problemi var. Hər gün əməliyyata girməyə ehtiyacı. Bu ehtiyac əslində bazardan gəlmir. Bu ehtiyac sənin içindən gəlir. Daha dəqiq desək, beyninin səni aldatmasından gəlir. Beyin hərəkət istəyir, beyin nəticə istəyir, beyin dərhal mükafat istəyir. Amma trading dərhal mükafat verən bir oyun deyil. Trading səni gözləməyə məcbur edən, səni sınayan, səni psixoloji olaraq yetişdirən bir prosesdir və ən əsası oyun deyil. Əgər sən bu prosesi qəbul etməmisənsə, bazar sənin üçün hər zaman təhlükəli olacaq. Hər gün əməliyyat açmalıyam düşüncəsi hardan gəlir? Bu düşüncə bir neçə yerdən formalaşır. Birincisi, sosial media. Instagram, Telegram, YouTube hər yerdə görürsən. Gündə 5 əməliyyat, ardıcıl profitlər, bugün bazar verdi və s. kimi cümlələr. Bunları gördükcə beynində belə bir inanc formalaşır. Deməli, hər gün əməliyyat açmaq normaldır. Amma sən görmədiyin bir şey var. O əməliyyatların neçəsi planlıdır, neçəsi risklidir, neçəsi sadəcə kontent üçündür. İkincisi, boş qalmaq qorxusu. Sən çart qarşısında oturursan, saatlar keçir, heç nə olmur və beynin deyir, vaxt gedir və biz heç nə etmirik. Amma tradingdə heç nə etməmək də bir qərardır və çox vaxt ən doğru qərardır. Tradingdə ən bağlı səhv özünü məcbur etməkdir. Özünü əməliyyata məcbur etdiyin an, sən artıq planla yox, təzyiqlə işləyirsən. Təzyiq isə səhvin başlanğıcıdır. Sən deyirsən ki, bugün mütləq nəsə açım, biraz da risk olar, onsuz da bu həftə qazancdayam. Və beləliklə sən öz standartlarını aşağı salırsan. Dünən girmədiyin setapa bugün girirsən. Dünən yox dediyin yerdə bugün bəlkə deyirsən. Bazar isə bəlkə ilə işləyənləri bağışlamır. Dəxlisiz zonalar səni sakit-sakit məhv edən yerlərdir. Dəxlisiz zona sənin heç bir real üstünlüyün olmadığın yerdir. Trend yoxdur, struktur aydın deyil, likvidlik qeyri-müəyyəndir, amma qiymət hərəkət edir. Və məhz bu hərəkət səni aldadır. Sən düşünürsən ki, qiymət gedir, mən niyə kənardayam? Amma sual belə olmalıdır. Qiymət gedir, mənim planım ordadırmı? Əgər suala cavab yoxdursa, sən sadəcə kənarda qalmalıydın. Profitini itirmək psixologiyanı sındıran əsas səbəbdir. Bir trader üçün ən təhlükəli vəziyyət zərərdə olmaq deyil. Ən təhlükəli vəziyyət qazancdaykən səhv etməkdir. Çünki qazancdaykən ego yüksəlir, risk hissi azalır, artıq bazara oxuyuram hissi yaranır və məhz bu nöqtədə bazar səni cəzalandırır. Sən bir neçə düzgün əməliyyatla qazandığın pulu bir-iki plansız girişlə bazara geri verirsən və bu insanı daxildən sındırır. Çünki sən bilirsən ki, bu pulu itirməyə bilərdim. Gözləməyi bacarmaq səni azlıqdan edir. Bazarda çox trader var, amma səbirli trader azdır. Bazarda çox əməliyyat var, amma keyfiyyətli əməliyyat azdır. Səbirli trader saatlarla çarta baxıb heç nə etmir. Günlərlə əməliyyat açmır, amma gəldiyi anda tam güclə girir və qazanan da məhz budur. Bazar sənə səbir dərsi verir. Bazar hər gün sənə bir sual verir. Planın var, yoxsa sadəcə darıxırsan? Əgər cavabın darıxmaqdırsa, bazar səni cəzalandıracaq. Əgər cavabın planlısa, bazar səni mükafatlandıracaq. Bu qədər sadədir. Əməliyyat açmamaq da aktiv qərardır. Bir çoxları düşünür ki, əməliyyat açmayanda passivdir. Xeyr, əksinə. Əməliyyat açmamaq riskdən qaçmaqdır. Kapitalı qorumaqdır və ən əsası özünü idarə etməkdir. Və özünü idarə edən trader gec-tez bazarı da idarə edir. Uzun müddətli qazancın sirri. Uzun müddətli qazancın yeganə sirri var. Bu gündəlik deyil, həftəlik deyil, aylarla ölçülür. Sən bir günü buraxanda uduzmursan. Sən səhv günü buraxmayanda qazanırsan. Nəticə. Əgər sən bu videodan sonra bir şeyi xatırlayacaqsansa, bu olsun. Hər gün əməliyyat açmaq səni qazanclı etmir. Doğru günü gözləmək edir. Bazar səni gözləməyə məcbur edir. Sən isə bazarda qalmaq istəyirsənsə, bu oyunu qəbul etməlisən. Gəl indi real nümunələrə baxaq.
Gördüyün kimi, hal-hazırda Euro-USD valyutasında bizdə bir müddət sadəcə konsolidasiya gedib. Bu ərəfədə əgər sən əməliyyata girsəydin, çox güman ki, sən stop loss olacaqdın. Çünki bu zaman heç bir trend burada yox idi. Görə bilərsən ki, uzun müddət bizdə sadəcə bir yerdə yığılma gedib. Qiymət qalxıb, düşüb, qalxıb, düşüb, qalxıb, düşüb və bu qiymət sadəcə bir diapazonda hərəkət eləyib. Əsl trend isə bizdə buradan başlayıb. Bax, sənin gözləyəcəyin məqamlar məhz bu anlardır. Bizdə uzun müddət yığılmadan sonra konkret olaraq qırılma baş verdi və bu qırılmadan sonra bizdə trend formalaşdı. Bu trenddə artıq sən qazanc əldə edə bilərdin, çünki qiymət konkret olaraq hərəkətə başlamışdı. Burada isə sən çox güman ki, stop loss olacaqdın. Bunun səbəbi isə çox bəllidir. Çünki burada qiymət sadəcə bir diapazonda hərəkət eləyir. Biz əgər qiymətin hərəkətinə baxsaq, qiymət əvvəlcə düşüb, sonra qalxırdı. Sonra düşüb, sonra qalxırdı. Sonra isə düşməyə hazırlaşanda bir daha aşağı düşmədi və ondan sonra qiymət qırılaraq yuxarı getdi. Və burada bizdə yüngül FVG testindən sonra qiymət yuxarı qalxmağa davam elədi. Biz bunu çox istiqamətdə görə bilərik. Məsələn, bu zonalarda qiymət konkret olaraq hərəkət etməyib. Biz baxa bilərik ki, qiymət burada sadəcə yığılma edir. Və burada bütün likvidliyi təmizləyəndən sonra qiymət konkret olaraq əsl hərəkətə başlayıb. Əgər biz bu zonalarda konkret olaraq trend formalaşmamış əməliyyata girsək, biz qiymətin konkret olaraq hara gedəcəyini bilə bilməyəcəyik və bu bizə çətinlik yaradacaq. Çox güman ki, bu short əməliyyatından sonra götürdüyünüz profiti bu zonalarda dəxilsiz əməliyyatlarda itirəcəksiniz. Ona görə də həmişə konkret olaraq hərəkəti gözləyin. Ya hər hansısa bir manipulyasiyanı eynilə burada olduğu kimi və yaxud da ki, konkret olaraq trendi. Əgər konsolidasiyada əməliyyat açacaqsınızsa, yəni range zamanı, siz başa düşməlisiniz ki, qiymət burada çox zaman eyni diapazonda dəfələrlə hərəkət edəcək. Bu bizdə Asiyada düşüş, London, New Yorkda qalxış ola bilər və yenə Asiyada qalxış, New Yorkda isə düşüş ola bilər. Burada əməliyyatları bəlkə də kiçik time framelərdə daha detallı analiz edib hər hansı bir əməliyyata daxil olmaq olar. Amma bu doğru seçilmiş qərar olmayacaq. Yekunda qərarları siz özünüz verirsiniz. Amma əgər tövsiyəyə ehtiyacınız varsa, konsolidasiya zamanı əməliyyata girməyi tövsiyə etməzdik. Bu videodan bu qədər dostlar. Ümidvaram ki, hər şey sizə aydın oldu. Növbəti dərslərdə görüşənədək.